Axır ki, gəlib çıxdıq Polşanın ən gözəl qəsəbəsi olan Zalipiyaya. Burada ara-ara bəzi evlərin qabağında saxlayıb çəkmək olur şəkilləri, bəzilərində yox. Biz indi Zalipiyadakı muzeyə gedirik. Buradakı heykəllərə baxın. Zalipiyada muzeydən ödənişlərimizi elədik, biletlərimizi aldıq və turla birlikdə gəzintiyə çıxmışıq. Burada hər otaq üçün məlumat verirlər. Bu otaq ailənin mətbəxi olubdu, amma təbii ki, burada olan hər şey bir növ oradan qalan prototiplərdir. Əslində bəzi şeylərə baxanda görürsən ki, bizim evlərimizdə də kifayət qədər oxşar şeylər var. Məsələn, xüsusilə bu sandıq. Anamın cehizində də var idi belə bir sandıq. Demək ki, mədəniyyətlər bir-birindən çox ilhamlanır. Baxın. Çaydanımız da var. Hətta tavanı belə. Əslində bu kəndin əsas tarixçəsi budur ki, ümumiyyətlə bu evlər necə belə boyanmağa başlayıbdı. Hiss olub, yəni bacalardan çıxan hisslər qaranlıq olub, imkanları olmayıbdı hər dəfə təmir eləyə bilsinlər və yavaş-yavaş bu güllər çəkilərək hal-hazırda bunların hətta əl işi kursu belə verilir. Hətta məktəblərində belə tədris olunur. Odun dolduklarımızda odun çaydan yeməyiz adı bu da pişiklədir. İndiki dövrdə şey var ya. Eləmə, bildim. Evet, bak. Aşağıdan da yəqin ki, külünü təmizləyirmişlər, o da oralarda da yeri var. Ütü. Ütü hər gözü görmək üçün. Toxunmaq olmaz. Hədə deyirsə toxunma da. Deyir Fərid. Bu da həmin ailənin yaşadığı otaqdır, yataq otağıdır. Mənim üçün ən təəccüblüsü yatağın bu qədər balaca olmasıdır. Yəni nə də olsa genetik olaraq hündürboy millətdilər. Baxın, masası. Afət, bu nədir belə? David, gəbra. Bu nədir? Nəsə? Gəl. Stolları, bu da milli geyimləri. Bu da paltar şkafları. Maraqlıdır. Həqiqətən. Yəni, olsa ev kimi görünür. Fərdə əl vurma. Qəlbimə gələn bir şey var. Bu evlərin üstü olub ya yox. Çünki belə o birində də pilləkən var idi. Amma üst bağlıdır. Və çox alçaqdır. Giriş qapısından tutun. Bura baxın. Burada yataq otaqlarıdır. Yəni şəxsi əşyalarıdır. İsitmə sobası da otaqda. Və təbii ki, qatı katolik qəsəbəsi olduğuna görə, xüsusən də bu bölgə, hər yerdə dini şəkilləri var və bu ailənin toy şəkili. Belə, çox yəni balaca boy olublar bana deyəsən, çünki yataq zat hədsiz balacadır, stol balacadır. Araya salıram, bu uşaqlar buradan çıxanda bundan da balaca olacaq.
Belə bir otaqda altında siyirməsi olan bura isə mətbəxdir. Mətbəxdə də eyni qayda. Sanki görüntüsü verməyə çalışılıbdır bu işləmələrlə kafel. Amma təbii ki kafel deyil. Burada da yenə bir dəmir ütü və görürsünüz prototip olaraq istifadə elədikləri qazanlardan, qablardan, çini vedrə bizim ölkəmizdə də vazgeçilməzlərdəndir. Bu rəsmləri də Yuanna idi, səhv etmirəmsə, Anna bu xanım çəkibdir. Daha çox bu işi xanımlar görür. Baxın, belə bir servantdır. Yenə siyirməli stulu, divanı. Burada çox alçaq girişi olan, hətta əyilib keçdiyim belə bir ambarları var. At yəhəri, sonra səbətlər, mişarlar. Bu ambar deyiləm. Bir anlıq başqa şey oxşatdım yataq olaraq. Çox maraqlıdır. Çimək vannası. Sauna kimi yoxsa? Yəqin ki bunlar da xizəkləri filandır. Kərəntisi də var imiş. İllər sonra kərənti, dırmıq, ələk, oraq, nəsə siz başa düşdünüz. Çəkic filan hər şeydə var. Nə saxlaya biliblərsə də qısası həvək dəstə, dəyirman zat, sandıqlarına baxın. Bizən burada da otaq var, amma bura bağlıdır. Bu arada biz burada turla gəzirik və turdakilər özləri gəzdirir. Belə üstü samanla örtülmüş mavi tövlələri var. Prototip olaraq burada inək saxlanılır. İnək insanların evindəki şeydən daha böyük yerdə qalır. Tutaj też macie Państwo, tak jak mówiłam, sprzęty, które były używane w gospodarstwie, to wiszące. Jeszcze przejechać przez miejscowość, oprócz właśnie muzeum jest jeszcze dom malarki, który zaczynamy sobie przejść. Kościół jest wewnątrz malowany, warto zobaczyć. Msza się skończyła, więc możecie Państwo się spokojnie wejść.